Axşamınız xeyir olsun köhnələr. Bu gün mənim üçün əsl köhnə gündür. Birincisi hələ köhnə məşdağıdır. İkincisi bir dənə köhnə bir dənə Bakı bir dənə mətbəxinə aid olan cızbız adlı yemək bişirəcəyəm. Üçüncüsü də bir dənə lap belə əziz köhnələrdən, özdə hələ belə köhnələrdən yox, Azərbaycanın ilk restoratorlardan biri, Azərbaycanın ilk iş adamlarından biri, əziz hala nəvəsi qonaq gəlib. İndi birazdan mən sizə onu göstərəcəyim. Amma hələlik gəlin sizə göstərim ki, biz Bakılılar cızbız bişirəndə ona nə qatırıq. Bax, sizə onu da deyim ki, keçmişdə bir vaxt var idi. Bakı kəndlərində bəzi yerlərdə cızbıza toxlu qovurma deyərdilər. Bax, gördüyünüz kimi ləzzətli bir dənə quzunun ürəyi, bağırsağı, ağcigərinlə biraz bişirirəm ki, onun bütün kəfi, o belə xoşa gəlməyən iyləri, zadları hamısı çıxsın. Pomidor axırda mütləq, quyruq yağı, soğan, qaracigər. Bu yağ da ki, axırda şit yağ, xüsusi ştrix verəcək ona. Birinci quyruğu yaxşı atırıq sacın üstünə, çırta çırt salsıdır, bax, belə onu qarışdırırıq. Bax, quyruq tam həll olandan sonra, bax, bu cürü quyruğu yığmaq lazımdır. Birinci atırıq sonra, bax, bu cürünə bura ağcigəri. Sonra atırıq soğanımızı ora, bax, belə. Soğanımızı da ləzzətli. Atdıq üstünə soğanı, qarışdırırıq, bəh. Gəldi vaxt çatdı ürəklə bağırsağın atmağını. Bax, indi bunu atdıq, ürəklə bağırsaq. Qarışdırmaq lazımdır, yaxşı. İndi əndəyə görə pomidoru. Çox yox, bir dənə pomidor bez. Sonra da yaxşı qarışdırmaq. Gəldi çatdı duzlamağın vaxtı. Bol duzluyun. Ləzzətli istiyotlamaq, özü qara istiyotda. Mən vurdum bağışlayın, sonra çəkdim. Qarışdırmaq. İndi də vururuq ciyəri. Ciyəri axırda ki, qurumasın. Əsas ona elə dad verən bu ciyərdir. Sonra da yaxşı qarışdırmaq. Bağışlayın, mən solaxay deyirəm. Ona görə qarışdırmağımı lap çəkə bilmirəm. Arada bunu mütləq qarışdırın. Bax, belə su salandan sonra bunu mütləq qarışdırmaq lazımdır. Köhnələr, uzun əziyyətdən sonra nəhayət ki, oturdıq. Söz verdiyim kimi sizə bu da mənlə bir yerdə Bakının vaxtı ikən ən xod gedən, Bakıda restoratorluğun təməlini qoyan bir ağsaqqaldır. Hala nəvəsi Arzu Xadiyev. Arzu, xoş gəlmişsən, qədəş. Həmişə sən gələsən. Mən səni sonuncu dəfə 2007-ci ildə görmüşəm. Yəni bir şəhərdə görüşdük, bir də xeyirdə. O vaxtdan sonra mən səni görməmişəm. İndi mən səni görmək mənim üçün sən məni əməlli başlı şad elədin. Həmişə sən gələsən. İndi tanıyanlar oldu, bilirəm ki oldu, çoxları oldu. Hamı o qədər bir dəqiqə adamlar var ki, kim ki fikirləşəcək ki, özləri də istəyərdi bu dağı bizi ilə bu masanın arxasında otursun. Bu qədər qəlbdən qəlbə bizə də nuş olsun.